Herkese salam, değerli izleyiciler. Yeniden ben Rəşad. Sizinle yeni yer hakkında danışacağım. Çəkiliş yapacağım yer gördüğünüz kimi burada terk edilmiş bir mekandayım. Burada kimse var. Değerli izleyiciler, ilerlemeye devam. İçeri görürsünüz tamamıyla yararsız ve berbat vəziyyətdədir. Eşyalarla doludur ama. Aziz dostlar, kanalımıza abone olun. Rəylərinizi videonun altında qeyd edin. Wow, ne oldu? Kimse var burada. Değerli izleyiciler, hava soyuqdur. Buna baxmaya rağmen kimse var burada. Buna baxmaya rağmen çəkiliş aparıram. Çəkilişi 6 dəqiqəlik eləyəcəm. Çünki çəkiliş apardığım yer çox da büyük bir yer değil. Buranı kısa formatda çəkib içeride neler olup olmadığını aydınlaşdırıb çıxacağım. Gördüğünüz kimi ikinci mərtəbəyə qalxıram. Wow, ikinci mərtəbədə bizi belə bir şey qarşılayır. Pəncərədən baxaq. Nədən belə? Değerli izleyiciler, sizlerden biriniz çekilişte iştirak edilmek istəyirsə, her şekilde videonun altında qeyd edər. Orada kimse var? Terlemeye devam. Tamamıyla yararsız ve berbat vəziyyətdə. Koridor adamı qoxudu. Uzun anlamasındadır. Wow. Yeniden sahipsiz bir mekanda kuşlar sahipler. Değerli izleyiciler, gözümden kaçan her hansı bir qeyri-adi bir şey görərsəniz, bir şekilde onu da qeyd edin. Ben gece görüntüsü ilə çəkiliş aparıram, ola bilər ki, nəyəcə görə bilməyim. Siz isə monitordan gece görüntüsü ilə çəkiliş aparılan kadrları görəcəksiniz. Oysa daha rahat. Kimse var burada? Ses geldi. Wow. İlerlemeye devam. Yerəm çok kimi. Yaxşı saxlayacağım kuş bizdən. Yenə çıxdı. Məxfi saxlayacağım. Yaxınlaşaq görək nədir bu. Bu nədir bu ya? Değerli izleyiciler, hava soğuktur. Biraz durmak burada çətinləşir. Burada kimse var? Kimse var burada? Değerli izleyiciler, ekranla düşüb buranı terk edeceğim birazdan.
Wow. Burada berbat vəziyyətləri. İlerləməyə davam. Burada da belə bir yataq var. Buradan ses ediyor. Neyse, ne oldu? Neyse. Tamam, böyle görürsünüz. Yarası berbat vəziyyətləri. Değerli izleyiciler, yeni böyle video roliklerin gelməyini istəyirsinizsə, rəy şəklində videonun altında qeyd edin. Kanala abunə olun və bizə dəstəyiniz bizim üçün motivasiyadır. Yeni çəkiliş yerlərində görüşmək üzrə mən sizdən sağollaşacağım. Hələlik. Burada kimsə var? Wow. Çəkiliş yerlərində görüşmək üzrə mən sizinlə sağollaşıram. Hələlik.